Sual nömrə 3. Cənubi Avropanın sahil xəttləri çox parçalanmışdır. Yarımada və adaların relyefi əsasən dağlıqdır. Piriney, Appenin və Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seismik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar burada yerləşir. Balkan yarımadasında karst relyef formaları yayılmışdır. Mətnə əsasən hansı fikirlər doğru deyil? 1. Ərazinin relyefinin formalaşmasında Alp dağı əmələ gəlmə mərhələsinin rolu böyükdür. Fəaliyyətdə olan vulkanlar səbəbindən regionun mütləq hündürlüyü yüksəkdir. 3. Regionda dəniz və körfəzlərin sayı çoxdur. Seismiklik çox olduğundan regionda zəif mənimsənilmiş ərazilər çoxdur. Sahil xəttlərinin çox parçalanması ərazinin 4-cü dövr buzlaşmasına məruz qalması ilə əlaqədardır. Regionun şərqində əhəcdaşı suxurları geniş yayılmışdır. İndi biz burada Avropa qitəsinin fiziki xəritəsini təqdim etmişik. Oradan o cümlədən dünyada əhalinin sıxlığını təqdim etmişik ərazilər üzrə. İndi xəritə üzərində təhlil aparaq, ondan sonra suala geri dönək. Deməli, Avropa qitəsinin cənubunda gördüyümüz kimi dənizlərin və körfəzlərin sayı çoxdur. Buradan da dəniz və körfəzləri görürük bu ərazidə. Bu ərazidə doğru qeyd olunur ki, fəaliyyətdə olan vulkanlardan Etna və Vezuvi vulkanları var bu ərazidə. Və ərazi Alp dağ əmələ gəlmə mərhələsində formalaşmış dağlarla əhatələnib və hazırda da bu ərazi geosignal ərazidir. Kolluziya zonasıdır. Və bu ərazinin hündürlüyünün çox olması təkcə vulkanlarla əlaqəli deyil. Bu ərazi sıxılma ərazisidir. Geosignal ərazidir. Sıxılma davam edir burada. Toqquşma prosesi var. Burada hündürlüyün çox olması həm vulkanik proseslərlə, o cümlədən seismik proseslərlə əlaqədardır. Burada Balkan yarımadasında karst platosu var və əhəng daşlardan ibarət burada karst platosu var. Və bu ərazidə əhəng daşının geniş yayılması doğru fikirdir, doğru qeyd olunur orada. Bu ərazi, bu xəritədən də gördüyümüz kimi, baxmayaraq ki, seismik ərazidir, buna baxmayaraq qədim məskunlaşma ərazisidir və o cümlədən burada əhalinin məskunlaşması sıxdır. Əhalinin orta sıxlığı çoxdur. Burada xəritədən də gördüyümüz kimi ən sıx məskunlaşmış regionlardan biridir. Çünki tarixən burada məskunlaşma prosesi baş vermişdir. İndi dönək suala. Doğru fikirləri, daha doğrusu doğru olmayan fikirləri istəyir bizdən. Ərazinin relyefinin formalaşmasında Alp dağı əmələ gəlmə mərhələsinin rolu böyükdür. Bu doğru fikirdir. Ancaq ona görə biz götürmürük ki, bizdən yanlış fikirlər istəyir. Fəaliyyətdə olan vulkanlar səbəbindən regionun mütləq hündürlüyü yüksəkdir. Fəaliyyətdə olan vulkanlar səbəbindən regionun mütləq hündürlüyü yüksəkdir. Bu ərazidə regionun mütləq hündürlüyü yüksəkdir. Ancaq təkcə burada fəaliyyətdə olan vulkanlar səbəbindən deyil bu. Bu yanlış fikirdir, ancaq bizə lazım olan fikirdir. Çünki biz doğru olmayan fikirləri axtarırıq. Regionda dəniz və körfəzlərin sayı çoxdur. Doğru fikirdir. Ona görə biz bu bəndi götürmürük. Seismiklik çox olduğundan regionda zəif mənimsənilmiş ərazilər çoxdur. Qeyd etdik ki, bu ərazidə tarixən məskunlaşma prosesi davam etdiyi üçün qədimdən bəri bu ərazi ən sıx məskunlaşmış regionlardan biridir.
yanlış fikirdir. Biz bu fikirdə götürürük. Sahil xəttlərinin çox parçalanması ərazinin 4-cü dövr uzlaşmasına məruz qalması ilə əlaqədardır. Bu ərazidə sahil xəttlərinin parçalanması, kəskin parçalanması əsasən 4-cü dövr uzlaşması ilə əlaqəli deyil. Bu fikir yanlış fikirdir. Bizə lazım olan fikirdir. Regionun şərqində əhədaşı süxurları geniş yayılmışdır. Doğru fikirdir. Qeyd etdik az öncə. Ona görə bu bəndi götürmürük. Bizə lazım olan variantlar 2, 4 və 5. A variantı. Doğru cavab A variantıdır.